Xocavənd rayonunun keçmiş Güney Çartar, indiki Güney Xırman kəndi. Azərbaycanın dilbər güşələrindən biri. Kənd 1992-ci ildən işğal altında qalmış, 19-20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi antiterror əməliyyatları ilə Güney Xırman yenidən Azərbaycan Respublikasının suverenliyinə qaytarıldı. Yəqin ki, gedənlər, görənlər yaxşı bilirlər. Güney Xırman təkcə Xocavənd rayonunun yox, bütün Qarabağımızın ən safalı yerlərindən biridir. Bu kənd özünün gözəl təbiəti, bərəkətli torpağı ilə məşhurdur. Güney Xırmanın qədim türk yurdu olmasını kəndin cənubundakı yüksək dağda yerləşən 12-ci əsrə aid qədim Alban kilsəsi də təsdiq edir. Bölgədə geniş yayılmış bütün kitabələrdə Alban Aqvan ifadəsinə və türk mənşəli adlara rast gəlinir. Bu da Qarabağın xristiyan Alban nəsillərinin türk köklərindən xəbər verən mühüm faktlardandır. Çar hökumətinin fərmanı ilə 1836-cı ildə Alban katolikosluğu ləğv edildikdən sonra Alban monastırların fiziki olaraq məhv edilməsi, dağıdılması ilə yanaşı xatirə qeydləri də yox edildi. Narahat olmayın, istintaq apardığımızı qətiyyən unutmamışam. Sadəcə olaraq bu hadisə ötən əsrin 1983-cü ilində baş verdiyindən əvvəlki adı Çartar olan bu kənd haqqında mütləq məlumat verməliydim. Beləliklə, istintaqımız keçmiş Martuni rayonunun keçmiş Çartar kəndində, indiki Xocavənd rayonunun Güney Xırman kəndində baş vermiş bir cinayət hadisəsinin izindədir. Respublikanın əksər rayonlarında, böyük kənd və yaşayış məntəqələrində olduğu kimi, Çartarda da kolxoz təsərrüfatı fəaliyyət göstərirdi. Kəndin demək olar bütün əhalisi erməni millətindən idi. Uzun illər kənddəki Qırmızı Əmək Bayrağı ordenli Kommunizm kolxozuna rəhbərlik eləyən Suren Artyunoviç Adamyan qabaqcıl təsərrüfat rəhbəri kimi təkcə Azərbaycanda deyil, keçmiş Sovetlər Birliyində ad-san qazanmışdı. Sədr qabaqcıl təsərrüfat rəhbəri kimi yüksək nəticələr əldə elədiyindən müxtəlif dövlət mükafatları ilə təltif olunmuşdu. SSR Ali Sovet Rəyasət Heyətinin 10 mart 1948-ci il tarixli fərmanı ilə Suren Adamyan yüksək buğda məhsuldarlığına nail olduğu üçün Sosialist Əməyi Qəhrəmanı adına Lenin ordeni və Oraq Çəkic qızıl medalına layiq görülmüşdü. Hər cür separatizmdən uzaq, beynəlmiləlçilik ruhunda olan Suren Adamyan Azərbaycanın ictimai-siyasi həyatında da fəal iştirak edirdi. Dəfələrlə SSR və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 1966-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdi. 1983-cü ilə qədər kolxozun xalis mənfəəti 1,5 milyon manata çatmışdı. Heyvandarlar hər inəkdən ildə 3000 litr süd alır, üzümçülər hər hektardan 350 sentnerə qədər məhsul toplayırdılar. Hökumət də Çartar kəndinə diqqətini əsirgəmirdi. Çartarda mədəniyyət sarayı, kolxozçular üçün hovuzlu istirahət mərkəzi, müasir məktəb, xəstəxana tikilmişdi. Vaxtaşırı kəndə Moskva, Leningrad teatrlarının qastrolları təşkil olunurdu. Böyük kəndlərdən biri idi, inkişaf eləmiş kəndi idi. Oradakı əhali də oradan çox yaxşı yaşayırdılar. Bildiyimə görə, məsələn, orada eşitdilərim yadımdadır da, məsələn, oranın kolxoz sədri çox uzun müddətli orada işləmişdi. 45-ci ildən deyilənə görə orada kolxoz sədri idi. Və küçələr asfalt, gözəl. Məsələn, yadımdadır orada böyük tikirlər. Məsələn, mən xəstəxanada işləyirdim orada, diş texniki çox böyük bir xəstəxana idi. Yadımdadır, 100 koykalıq olardı, elə bir xəstəxana idi. Yadıma o da gəlir ki, məsələn, orada insanlar xəstəxana öz planını yetirə bilmirdi. Ona görə ki, kolxozçular orada yatmaq onlara sərf eləmir. Çünki onlar da oradan da ki, əmək günü hesablanılırdı, orada yadımdadır. Bir əmək günü 20 manat hesablanılırdı. Orada xəstəxanada yatanda artıq onlar 1-2-3 əmək günü qazana bilmirdilər. Çünki onlar normativdən artıq işləyirdilər, yaxşı pul qazana bilirlər. Belə məvaciblər də deyərdim, 1500-1800 belə maaş alırdılar. Çox yaxşı bir varlı kəndi idi. Dağlıq Qarabağ Malqara qəbulu və kökəltmə birinin baş direktoru idim mən.
18 il orada işlədim mən. Ona görə də o kətlərin böyük əksəriyyəti ki, hansı vardı, bax belə böyük kətlər, biz qrupla ilə ora gedirirdi. Afkom təşkilatçısı ilə, Obuskalkom təşkilatçısı ilə belə oralarda biz olurduq. Onlarda dolanışı o qədər güclüdür, kəndə girirdin, elə bildi ki, başqa bir aləmə geçmişsən orada. Onun ətrafında kətlər var idi. Böyük kətlər də var idi, amma o kəndə satanı yox idi. Mən orada həmişə o adam çox oranın sonra direktor idi, oranın kolxoz sədri idi. Çox yüksək səviyyəli bir adam idi. Azərbaycanın öz erməni danışıqlarında Azərbaycan məsələləri gətirirdi ortalığa. Azərbaycan sözləri çəkirdi. O, Azərbaycana həqiqətən öz hərəkətləri ilə göstərirdi ki, çox sadiq adamdır. Orada bir klub demişdilər, amma biri Yerevanda idi mən bilən. Çox böyük klub idi. Məsələn, Bakı-Yerevan, Bakı-Çartaz avtobus işləyirdi, Bakı-Çartaz-Yerevan avtobus işləyirdi, böyük avtobuslar işləyirdi. Və doğrudan da Moskvadan, Leningraddan yadımdadır. O vaxt, məsələn, Bakının özündən, Yerevandan ora tədbirlər gəlirdi. Yaxşı aktyorlar, artistlər gəlirdi, yaxşı konsertlər verilirdi, o şənlik olurdu o kətdə. Baxırdın, o kəndə baxanda elə bildin ki, gör nə qədər insan əhali var orada. Beləliklə, Suren Adamyanın kim olduğunu bildik. Etiraf eləyək ki, Sovet dövrünə görə heç də balaca adam deyildi. Ancaq cinayəti törədənlər heç də adamın balacalığına ya böyüklüyünə baxmırlar. Cinayəti törədirlər. 1983-cü il fevralın 27-sində Çartar kəndində heç kimin gözləmədiyi cinayət hadisəsi baş verir. Barəsində danışdığımız ittifaq miqyaslı qabaqcıl təsərrüfat rəhbəri, ictimai-siyasi şəxs olan 1913-cü il təvəllüdlü Suren Adamyan elə doğulduğu gün evində güllələndi, onun arvadı 1917-ci il təvəllüdlü Asaturyan Satik isə baltalandı. Qadın sağ qalsa da Adamyan aldığı xəsarətlərdən yerindəcə ölmüşdü. Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi İstintaq Şöbəsinin rəisi podpolkovnik Vahid Karatayevin imzası ilə 27 fevral 1983-cü ildə cinayət işinin başlanması haqqında qərar qəbul olunur. Qərardan oxuyuruq. Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi İstintaq Şöbəsinin rəisi podpolkovnik Karatayev hadisə yerinə baxışın materiallarını nəzərdən keçirərək qərar verdi. 27 fevral 1983-cü il Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti Martuni rayonunun Çartar kəndində gecə təxminən saat 2 radələrində odlu silahdan istifadə eləməklə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin üzvü, Sosialist əməyə qəhrəmanı, Kommunizm kolxozunun sədri Adamyan Suren Arutyunoviç öldürülmüş, həmçinin onun həyat yoldaşı Asaturyan Satik Tevasovnanın öldürülməsinə cəhd olunmuşdur. Bütün bunları nəzərə alaraq Adamyan Suren Arutyunoviçə qarşı terror aktının həyata keçirilməsi, həmçinin onun həyat yoldaşı Asaturyan Satik Tevasovnanın öldürülməsinə cəhd faktlarına görə Azərbaycan SSR Cinayət Məcəlləsinin 59-cu və 1-ci hissəsi 15-94-cü maddəsinin 7-ci bəndinə əsasən cinayət işi başlanılsın. Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi İstintaq Şöbəsinin rəisi podpolkovnik Vahid Karatayev. Adamyan ölkədə tanınmış şəxs idi. Və burada sual olunur ki, onun öldürülməsi ilə əlaqədar və həyat yoldaşının həyatına sui-qəsdlə əlaqədar nə üçün cinayət işi o vaxt ki, Dövlət Təhlükəsizlik Komitəsi, DTK-da aparılırdı. Ona görə ki, dövlət adamı hesab olunurdu Adamyan. Vəzifəli şəxsin və ya hakimiyyət nümayəndəsinin siyasi fəaliyyəti ilə əlaqədar onun həyatına qəsd, terrorçuluq, dövləti cinayətlər 59-cu maddə, 1-ci hissəsi dövləti cinayətlər kateqoriyasına aid idi. Həyat yoldaşına yetirilən xəsarət isə xəsarətlər hansı ki ölmədi, ölümə sui-qəsdi, ona görə də 15-94 7-ci bəndi, yəni başqa cinayəti gizlətmək niyyəti ilə ağırlaşdırıcı halda adam öldürməyə sui-qəsd. Karatayev bu qərarla cinayət işini öz icraatına götürərək
Təhlükəsizlik Komitəsi İstintaq Şöbəsinin mühüm işlər üzrə müstəntiqi mayor Sakalovski və kapitan Mansurovla birlikdə istintaqa başlayır. Qərarın surəti Respublika prokuroruna göndərilir. Respublika prokurorluğundan qrupa indi haqq dünyasında olan mühüm işlər üzrə müstəntiq, 2-ci dərəcəli hüquqşünas Aydın Rəsulov da daxil idi. Biz istintaqın gedişində bir neçə dəfə onun imzası ilə olan materiallara, həmçinin illər əvvəl mətbuata verdiyi müsahibəyə müraciət edəcəyik. Расследование уголовного дела об убийстве Сурены Адамяна было поручено Айдыну Расулову. Айдын Расулов тогда был старшим следователем по особо важным делам. И в связи с расследованием этого дела он мне рассказывал, что помимо того, что в группу были включены наши прокуроры, включили также 2 армянских прокуроров для того, чтобы соблюсти баланс. Кроме того, из числа сотрудников МВД и Службы государственной безопасности того времени, то есть бывшего Комитета безопасности страны, была собрана оперативная группа. И вот эти 2 группы были направлены на Горный Карабах. И в течение 6 месяцев Айдын Расулов в связи с расследованием уголовного дела вынужден был находиться в Карабахе, а точнее в Ханкенде. И в тот период, когда он там находился, он мне рассказывал, что вся переписка, даже в школах образования, вывески магазинов, рекламы, все они велись на армянском языке. Но даже при всем при этом уже в апреле 1983 года там велись разговоры среди армян о Миацуме. Именно тогда он впервые услышал о Миацуме. Elə həmin gün, yəni fevralın 27-sində Respublika prokurorunun müavini, baş ədliyyə müşaviri Vladimir Baqamolov Dağlıq Qarabağ Muxtar Vilayətinin prokurorluğuna və Daxili İşlər İdarəsinə hadisə yerinə, yəni Adamyanın evinə baxış keçirilməsi ilə bağlı göstəriş verir. Baxışın nəticələri Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin İstintaq İdarəsinə göndərilməli idi. Bu yerdə İctimai Televiziyanın əməkdaşı Şöhrət Eyvazovun istintaqımız üçün Adamyanın evindən çəkib göndərdiyi qısa bir süjeti sizə təqdim edirik. Təbii ki, söhbət 2026-cı ildən gedir. Xocavənd rayonunun əvvəllər Çartaz adlandırılan indi Güney Xırman adını verdiyimiz kətdəyik və bu ev Qarabağ münaqişəsi başlayanda, ermənilərin əsassız Qarabağ iddiaları başlayanda bu kəndin kolxoz sədri olmuş Suren Adamyanın evidir. Suren Adamyanı ona görə öldürüblər ki, o ermənilərin içində nisbətən ağlı olan bir adam olaraq deyib ki, Qarabağ Azərbaycanındır və ermənilər səhv iddiadadır. Ona görə də daşnaqlar, terrorçular onu qətlə yetiriblər. Belə bir o vaxtı imkanlı bir şəxs olub və Azərbaycanlıların tərəfində olduğu üçün, həqiqətin tərəfində olduğu üçün öldürülüb. Hadisənin baş verdiyi Adamyana məxsus 2 mərtəbəli evdə həyata keçirilən baxışdan sonra tərtib olunmuş protokoldan oxuyuruq ki, evdən əsasən kolxoz sədrinə verilmiş medallar, ordenlər, onların vəsiqələri çıxır. Ancaq bunlar üzdə olanlar idi. Adamyanın evinə növbəti baxış mart ayının 3-də keçirilir. Evdən 7-si İrəvanda açılmaqla qətlə yetirilmiş kolxoz sədrinin adına hər birinin məbləği 5000-dən çox olan 8 ədəd əmanət kitabçası, xeyli qızıl zinət əşyaları aşkarlanaraq protokola əlavə edilir. Qeyd eləyək ki, o dövrə görə bu böyük məbləğ sayılırdı və ciddi şəkildə cinayət məsuliyyəti yaradırdı. Belə məbləğə görə bu varidatın sahibinə hətta ölüm hökmü də verilə bilərdi. Стало известно, что во время своей деятельности Сурен Адамян присвоил 500 000 государственных средств.
И часть этих средств он хранил в сейфе, часть запрятал в разных местах в своем рабочем кабинете. Более того, даже известно, что у него было открыто 7 сберегательных книжек, или 8, насколько я помню, 8 сберегательных книжек, 7 из которых были открыты в Ереване. İstintaq əməliyyat tədbirləri sürətlə davam etdirilirdi. Ancaq hadisənin baş verməsindən az müddət keçməsinə, istintaqın hələ yekunlaşmamasına baxmayaraq, artıq milliyyətçi ermənilər həm Azərbaycanda, həm də Moskvada bu cinayətin Azərbaycanlılar tərəfindən törədildiyi haqda şayələr yayırdılar. Ağdam rayonunun Məzli kənd orta məktəbi ilə Xocavənd rayonundakı o dövrdə Çartaz adlanan kənd məktəbi ilə dostluq əlaqələri yaradılmışdı və biz orta məktəbdə hələ 5-6-cı sinifdə oxuyarkən oraya konsert verməyə getmişdik, bədii öz fəaliyyət kollektivi çərçivəsində. Konsertin müəyyən bir yerində qəflətən zalda bir canlanma hiss elədik. Bu canlanmanın səbəbi bizim üçün də qaranlıq qaldı. Səhnənin arxasına keçən kimi dərhal bizə dedilər ki, konserti yekunlaşdırın, bədbəxt hadisə baş veribdir. Tez konserti yekunlaşdırdıq. Maşına minəndə dedilər ki, bəs bizim kənddən Marks Camaloğlu adlı bir şəxs əslində maşını sürərkən arxadan motosikletlə, Lülkalözlə motosikletlə 3 erməni içmiş vəziyyətdə özlərini idarə eləyə bilməyən bir halda arxadan maşını vurmuşdu və bəli, onlar həyatlarını itirmişdilər. Həmin dövrdə ermənilər adətən hətta ən belə xırda məişət hadisələrini, cinayət hadisələrini belə milli rəng verib güya millətlər arası qarşıdurma yaratmağa çalışırdılar. Hamı elə güman elədi ki, bu dəfə də belə olacaqdı, amma həmin dövrdə çox maraqlıdır ki, kolxoz sədri olan Süren Adamyan da buna imkan verməmişdir. İstintaqımızın bu yerində qısa bir tarixi arayış verməyi özümə borc bilirəm. İstintaqımızın indiki bölümü efirə hazırlanan zaman erməni separatizminin ideoloji xəttini formalaşdıran əsas fiqurlardan biri Qarabağda, Azərbaycanın digər işğal olunmuş bölgələrində baş verən erməni cinayətlərinin ideoloqu Zori Balayan öldü. Azərbaycan xalqın böyük şəxsiyyətləri haqda yalanlar, iftiralar uyduran bu cəllad xislətli adam, təsəvvür eləyin, illər öncə, düz 15 il əvvəl 2010-cu ildə Süren Adamyanın qətli ilə bağlı da Qolos Armeni, Ermənistanın səsi saytında bir yazı ilə çıxış eləyib. O yazını tapdım. Balayan yazısında iddia eləyir ki, güya Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Süren Adamyanı sıxışdırırmış, onun rahat işləməsinə imkan vermirmiş. Ancaq bir qədər əvvəl Çartar kəndindəki şəraitdən və Adamyanın mükafatlarından söhbət açmışdıq. Cəllad Balayan yazısında onu da etiraf eləyir ki, Heydər Əliyev SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi Kremldə işlədiyi vaxtlarda milliyyətçi erməniləri onun əleyhinə Moskvaya minlərlə şikayət məktubu yazmağa təşviq eləyirmiş. O, məqaləsində Adamyanın kim tərəfindən öldürüldüyünü belə dilə gətirmədən yazır ki, bu qətli də Azərbaycanlılar yuxarı rəhbərliyin tapşırığı ilə həyata keçiriblər. Diqqət eləyin, Balayan bu şər böhtan dolu həyasız yazısını 2010-cu ildə qətlin üstündən 32 il keçəndən, qatillərin kimliyi bilinəndən sonra yazırsa, təsəvvür eləyin, görün 1983-cü ilin fevral-mart aylarında xəstə təfəkkürlü erməni millətçiləri nələr deyirdilər, nələr yazırdılar. Bütün ermənilərdə mən işlədiyim yerdə o getmirdi. Azərbaycanlılar olan yerdə gizli aparırdılar o işləri, bu pul yığma məsələsi. Bütün ham əmək haqqısından o vaxtı deyirdilər ki, pul ayırırlar, amma mən görmədim onu. Bu Süren Adamyandan da bunlar tələb edirlər ki, pul ver, mal ver. Bu da vermədi. Dedilər, deyilənə görə, vermədiyinə görə, bunlar bunu Azərbaycan tərəfini saxladığına görə bunu öldürdülər. Возможно, фактором, повлияющим на выбор разбойников, послужил взгляд Сурена Адамяна на отношение армян к азербайджанцам, проживающим на своих исконных землях в Нагорном Карабахе. Потому что, насколько мне известно, Сурен Адамян выступал против конфликта.
Он говорил, что мы долгое время соседствуем друг с другом, и не хотелось бы нарушать вот это положение дел, то есть не хотелось бы конфликта. Возможно, таким образом он больше заботился о своем состоянии, о состоянии своей семьи. Ну, история об этом умалчивает, сегодня нам мало что об этом известно, но тем не менее есть такое предположение, что разбойники проникли именно в его дом, поскольку его взгляды разнились со взглядами дашнakов. Yadımdadır ki, onlar onun evini axtarmışdılar. Orada böyük bir pul falan belə çıxmışdı, çox çıxmışdı, onu danışırdılar. Hətta o erməni Moskvadan gələn mənə göstərdi. Erməni dedi ki, bu başqa millətdə, Azərbaycanlıdır. Onların dilində bu uşağa xoxan deyirlər. Bu bizi birdən başa düşər falan. Dedi, öz adamımızı narahat olma, belə də yəni ki, uşaqdır, səmimiyyəti vardı məndən. O hadisədə bax, o müstəntiq birdən o cümlə yadımdadır ki, gərək o qol çəkəydi bu hadisələrə. Bəli, puskuda duran erməni millətçiləri bu cinayət hadisəsinin Azərbaycanlılar tərəfindən törədildiyi haqda bütün Sovetlər Birliyinə car çəkirdilər. Hadisənin üstündən heç bir həftə keçməmiş, Ermənistandan və Dağlıq Qarabağda yaşayan ermənilərdən Moskvaya yüzlərlə məktub və teleqramlar göndərilməyə başlanmışdı. Təbii ki, bu qətlin Azərbaycanlılar tərəfindən törədildiyi haqda iddialarla dolu. Ermənilərin içində də elələri var idi ki, bu işləri istəmirdilər, sözsüz ki, var idi. Hamısı bunu istəmirdi. Amma onların içində qorxu hissi yaranmışdı. Elə onlarda o xaricdən gələn silahlılar, sonra Ermənistandan gələn silahlılar bunları çoxu məcbur edirdilər qorxu ilə, hədə-qorxu ilə bunları məcbur edirdilər ki, bu addımları atsınlar. Və sizə deyim ki, tək belələri yox, hətta mənlə bu Xankəndində, bu Dövlət Təhlükəsizlik Komitəsinin Xankəndi şöbəsində işləyən deməli, bir əməkdaşı, hətta işdən çıxandan sonra mən artıq xarici kəşfiyyatda işləyəndə o xidmət eləyirdi Belarusiyada. Oradan özü, öz təşəbbüsü ilə çıxmışdı bizə ki, bəs gəlin, mən sizə orada əsas aranı qarışdıranları təhvil verim. Siz bilin ki, onları götürsəniz, ermənilərin içində də bu sülhü istəyənlər çoxdur da. Yəni, onlar istəyirlər ki, sülh olsun, o həyatları pozulmasın. Yəni, belə adamlar var idi. Dediyimiz kimi, cinayət işi Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində təşkil edilmiş istintaq qrupunun icraatındaydı. Çox geniş istintaq əməliyyat tədbirləri həyata keçirilirdi. Ancaq ermənilər cinayət işinin SSR Baş Prokurorluğuna verilməsini tələb edirdilər. Məqsəd istintaq qrupunda Azərbaycanlıların olmamasına nail olmaq, müxtəlif təsir vasitələri ilə cinayətin izini itirmək, qətlin güya Azərbaycanlılar tərəfindən törədilməsini sübuta yetirməklə bərabər, həm də milli münaqişəni qızışdırmaq, Dağlıq Qarabağ erməniləri Azərbaycanda terrora məruz qalırlar fikrini formalaşdırmaq idi. Təbii ki, bu xain ssenari Qarabağın Ermənistana verilməli olduğuna Moskvanı inandırmaqla nəticələnməli idi. Ermənilər hər bir cinayət hadisəsini milliləşdirməyə cəhd göstərərək bütün ittifaqlar çalışırdılar ki, Azərbaycan xalqını günahkar çıxarsınlar, göz kölgəli eləsinlər. Əsas məqsəd isə torpaq ələ keçirməkdir. Və bütün demək olar ki, Sovet hakimiyyəti dövründə bu metoddan, şantajdan istifadə eləmişdilər. 60-cı illərin axırında da bax, bu cür bir neçə serial cinayətləri şişirdərək böyütmüş və günahsız adamlara hətta güllələnmə hökmü kəstirməklə iki milləti qarşı-qarşıya gətirmişlər. Belə bir vəziyyətdən istifadə edərək onlar 1967-68-ci illərdə hələ 28-29 və 38-ci ildə Moskvada Azərbaycan SSR Torpaq Komissarı İşxaniyanla Ermənistan SSR Torpaq Komissarının imzaladığı müqavilədəki şərtlərin yerinə yetirilməsini tələb edirlər. Həmin şərtlərdə isə bizim olduqca gözəl yaylaq yerlərimiz olan Alagöllər, Qaragöllər, eyni zamanda Zod, Kəlbəcərin digər tərəfi olan Zod mədənlərin, bundan başqa digər
Qubadlıdakı Aran zəmin, Çay zəmin deyilən yerləri, Qazaq istiqamətində Kəmərli kəndi ilə İcevan rayonu arasındakı olduqca münbit torpaqları ələ keçirmək istədilər. Sülh istəyən insanların içində, böyle konkret olarak onu da göstərim, bu Çartar kəndinin kolxoz sədri Suren Adamyan da var idi. O sosialist əməyə qəhrəmanı idi və o da həmişə hələ mən uşaq olanda biz pioner kimi o kəndə sosialist əməyə qəhrəmanı ilə görüşə getmişdik. Orada da bizi çox yaxşı qarşılamışdı və böyüyəndə də o cəmaata başa salırdı ki, belə getməz də, biz indi bu qədər burada yaşayırıq, buradan qazanırıq, ailələrimizi dolandırırıq və pisdə yaşamırıq. Nəyə görə biz gedib qoşulmalıyıq Ermənistana, bilmir ki, orada bizi nə gözləyir. Yəni, belə insanlar da var idi onların işlərində. Amma iki başlı oyun oynayanlar da var idi. Bizi görəndə Azərbaycan mövqeyini dəstəkləyən, orada o fedainlər deyə, fedainləri görəndə erməni mövqeyini dəstəkləyənlər də var idi. Onlar 70-ci illərdə də eyni siyasəti davam elətdirməyə çalışdılar. Xüsusilə 70-ci illərin ortalarında baş verən o çox böyük, həm nəinki Azərbaycanda, ittifaq miqyasında səs-küyə səbəb olmuş Qarakənddə ermənilərin öldürülməsi, Xankəndində Azərbaycanlıların yandırılması, onun ardınca Suren Adamyanın öldürülməsinə milli rəng verməklə onlar yenidən ərazi iddialarını irəli sürməyə cəhd göstərdilər. Lakin artıq bir şeyi unudurdular ki, zaman dəyişmişdi, Heydər Əliyev fenomeni var idi və ona görə də onların bu dövrdə həmin şantajdan istifadə edərək torpaq ələ keçirmək cəhdləri boşa çatdı. Həmişə olduğu kimi yenə Böyük Heydər Əliyev köməyə çatır. Bu bədnam ssenarinin həyata keçməsinə imkan vermir. Belə ki, SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi məsələyə müdaxilə edir. İstintaqın gedişini nəzarətində saxlayaraq cinayətin Azərbaycanda törədildiyindən məhz Azərbaycan hüquq mühafizə və təhlükəsizlik orqanları tərəfindən araşdırılmalı olduğunu bildirir və buna nail olur. 1983-cü il mart ayının 3-də podpolkovnik Karatayev işin mürəkkəbliyini, ibtidai istintaq materialının həcmini nəzərə alaraq Təhlükəsizlik Komitəsi İstintaq Bölməsinin müstəntiqi baş leytenant Bayramovu və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin müstəntiqi leytenant Şitnikovu da istintaq qrupunun tərkibinə daxil edir. Bilirəm, istintaq tamaşaçıları artıq bu cinayətin kimlər yaxud kim tərəfindən törədildiyini bilmək istəyirlər. Ancaq tələsməyin, çünki istintaqda nə tələsmək olar, nə də gecikmək. Ancaq bu məqamda artıq bəzi məsələlərin üstünü açmaq vaxtıdır. Diqqətiniz bizdə olsun. 1983-cü il fevral ayının 28-də Ağdam rayon Daxili İşlər Şöbəsi rəisinin Dövlət Təhlükəsizlik Komitəsinə göndərdiyi bu sənədə diqqət eləyək. Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi İstintaq Şöbəsinin rəisi podpolkovnik Vahid Əbdürrəhmanoviç Karatayev yoldaşa, Martuni rayonunun Çartar kənd sakini Suren Adamyanın qətlə yetirilməsi faktı üzrə Ağdam Martuni magistral yolda şübhəli qismində yaxalanmış Bağdasaryan Artuş Baqratoviç idarə elədiyi VAZ 21011 markalı 6734 AGM nömrə nişanlı avtomaşınla birlikdə Daxili İşlər Şöbəsinə gətirilmişdir. Ona görə də bu barədə toplanmış material aidiyyatı üzrə tədbir görülməsi üçün sizə göndərilir. Qoşma, 6 vərəqdə material, axtarış zamanı Bağdasaryanın üstündən və idarə elədiyi avtomobildən götürülmüş 2 vərəqdən ibarət protokolda qeyd olunan əşyalar, 50 manat pul və VAZ 21011 markalı 6734 AGM nömrə nişanlı avtomaşın. Ağdam rayon Daxili İşlər Şöbəsinin rəisi milis mayoru Orucov. İstintaq qrupunun prokurorluqdan olan üzvü, mühüm işlər üzrə müstəntiq, 2-ci dərəcəli hüquqşünas Aydın Rəsulovun Karatayevə fevralın 27-sində göndərdiyi arayışdan oxuyuruq. Qətlə yetirilmiş Adamyanın oğlu 1954-cü il təvəllüdlü, kolxozda iqtisadçı işləyən Adamyans Vaçe Surenoviçin sözlərindən məlum olur ki, qətildə 2 nəfər naməlum şəxs iştirak edib. Adamyans Vaçenin sözlərinə görə onları şəxsən görüb, amma tanıya bilməyib. Bununla yanaşı, o təsdiq eləyir ki, qatillər arasında bu qətildə iştirakda şübhəli bilinən Bağdasaryan Artuş Baqratoviç də olub.
Hadisənin baş verdiyi evin həyətindən bir ədəd patron, ayaqqabı və qan izi aşkar edilib. Həyata keçirilmiş tədbirlər nəticəsində Bağdasaryan saxlanılıb. Onun evində axtarış aparılan zaman 10 ədəd əcnəbi markadan olan patron, ümumi qiyməti 26.000 manat olan 9 əmanət kitabçası götürülüb. Bağdasaryan özünün bu qətldə iştirakını inkar edir və bildirir ki, 25 fevral 1983-cü ildə təxminən axşam saat 8 radələrində arvadı ilə birlikdə özünün 67-34 AGM dövlət nömrə nişanlı Jiguli avtomobili ilə Stepanakert şəhər xalq məhkəməsinin çağırışı ilə yaşadığı Tuapse şəhərindən çıxıb. Əldə olunan məlumatlara görə Bağdasaryan Azərbaycan SSR Cinayət Məcəlləsinin 194-cü sənədlərin saxtalaşdırılması maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Onun sözlərinə görə Tuapsedən çıxandan sonra onlar Suxumi və Qazax şəhəri ərazisində avtomobildə gecələyiblər. 1983-cü il fevralın 27-sində isə təxminən səhər saat 10 radələrində Ağdam şəhərinə çatıblar və orada saxlanılıblar. Bağdasaryanın qətldə iştirakı ilə bağlı dəlillər və versiyalar yoxlanılır. Qətlə yetirilənin oğlu Adamyans Vaçe onu da bildirib ki, təxminən bu ilin yanvar ayında İrəvandakı Əzizbəyov adlı meydanda yerləşən ayaqqabı dükanının müdiri Razmik Danielyan ona deyib ki, onların ailəsini böyük bədbəxtlik və hansısa təhlükə gözləyir. Vaçe bu haqda atasına danışanda kolxoz sədri belə cavab verib. Görünür, söhbət o şəxslərdən gedir ki, onların barəsində müvafiq instansiyalara ərizələr yazmışam. Vaçe bu barədə heç bir orqana məlumat verməyib. Müstəntiq Aydın Rəsulovun bu arayışı cinayət işinə əlavə edilir. Ağdam Daxili İşlər Şöbəsinin rəisi, polis mayoru Orucovun Karatayevə göndərdiyi arayışdan isə oxuyuruq. Sənəddən görünür ki, ilk şübhəli şəxs cinayətin baş verdiyi gecənin səhəri, yəni fevral ayının 27-sində Ağdam Martuni şosesində günorta saatlarında yaxalanıb. Bu adam Artuş Bağdasaryandır. Dövlət Təhlükəsizlik Komitəsi İstintaq Şöbəsinin rəisi Podpolkovnik Karatayev Azərbaycan SSR Cinayət Prosessual Məcəlləsinin 119 və 121-ci maddələrinin tələbinə uyğun olaraq 1941-ci il təvəllüdlü Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun Çartar kəndində anadan olmuş Artuş Bağdasaryan şübhəli şəxs kimi saxlanılır. Saxlanmaya əsas verən səbəblər aşağıdakılardır. 1983-cü il fevralın 27-sində Çartar kəndində Kommunizm kolxozunun sədri, sosialist əməyi qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin üzvü Suren Adamyana qarşı sui-qəsd təşkil olunub. Nəticədə Adamyan odlu silahdan açılan atəş nəticəsində öldürülmüş, onun arvadı Asaturyan Satikə isə balta ilə ağır xəsarət yetirilmişdi. Hadisə ilə bağlı həyata keçirilmiş operativ axtarış tədbirləri nəticəsində 1983-cü il fevral ayının 27-si günorta saat 15:20-də Ağdam Martuni şosesində Bağdasaryan Artuş Bağdatoviç yaxalanıb və Ağdam rayon Daxili İşlər Şöbəsinə gətirilib. O, izahatında göstərdi ki, Adamyana qarşı törədilən cinayətdə iştirakçı olub. Bağdasaryan həmçinin bunları deyib. Mən törədilən bu cinayətdə iştirak eləsəm də, Adamyanı birbaşa öldürməmişəm və onun həyat yoldaşına hər hansı bir xəsarət yetirməmişəm. Bunların hamısını Asıryan törədib. Biz Asıryanla əvvəlcədən danışmışdıq ki, Adamyanın evinə yalnız qarət üçün girəcəyik. Tərtib olunan protokola Dövlət Təhlükəsizlik Komitəsi İstintaq Şöbəsinin rəisi Karatayevlə yanaşı oxudum, düzgün yazılıb. Tutulmağım və saxlanmağımla bağlı protokola hər hansı bir iradım yoxdur. Qeydi ilə Bağdasaryan da qol çəkir. Cinayət işində olan və indi sizə təqdim edəcəyimiz protokolu istintaqın növbəti mərhələsi hesab eləmək olar. Biz bu protokola əsasən bilirik ki, ilk şübhəli şəxs Bağdasaryandır.